Belə. Mən dedim ki, kişilik nə, geyimdən ötürür. Nə də ki, corabın rəngi ilə. Düz demirsən. Necə görsən, Murat, görüşəcəyəm. Yaxşı. Nə olub? Yenə nə araşdırırsan? Nə yola versən mənə? Səncə 4 gün qabaq, 19 noyabr, nə gün idi? Nəcibən toy günü. O kimdə la? A. Instagramer, bloger, influencer, public figur. Allah xoşbəxt eləsin. Mən sənə ciddi sual verirəm. Elə vallahi mən də ciddiyəm. Millət olaraq, xalq olaraq bütün günü Instagramda müxtəlif hesablardan o toyun detaylarını gördük. Yaxşı. Beynəlxalq səviyyədə nə gün idi bilirsən? Yo, nədir ki? Beynəlxalq kişilər günü. 9 may deyildi o? Əşi yox, qələbə günü deyil, müharibə deyil, heç nə deyil. Bildiyin kişilər üçün ayrıca bir gün, beynəlxalq kişilər günü. Vallahi heç bilmirdim. Narahat olma, sosial mediaya falan vaxtım heç kəs bilmirdi. Dünyada 8 milyard insan içində 8 nəfərin yadına düşüb ya da düşməyib, bəlli deyil. Amma yenə də, nə bilim, için bir xoş oldu. Yəni, imenli kişilər üçün ayrıca bir gün beynəlxalq səviyyədə qəbul olunub və nə bilim, dünyanın ən unudulan günü də olsa, ən azından bizim günümüzdür. Murat, sənə bu gündən bağlı bir sürpriz daha deyim. Nə sürpriz? Həmin o 19 noyabr BMT tərəfindən beynəlxalq tualet günü kimi də qəbul olunub. Bu da kişilərin bəxti.